Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və İran Xarici İşlər Naziri Abbas Ərakçı arasında telefon danışığı olub. APA-nın Moskva bürosu Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub. Bildirilib ki, Rusiya tərəfi bir sıra ölkələrin yaxın şərqdəki vəziyyətin uzun müddətli və davamlı normallaşdırılması naminə İran ətrafında gərginliyin azaldılması səylərinin uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib. Bu səylərə ABŞ-nin ultimatum dilindən imtina etməsi və vəziyyəti danışıqlar yoluna qaytarması kömək edəcək. Nazirlər o cümlədən BMT Təhlükəsizlik Şurasında böhranın həlli, siyasi və diplomatik səylərin irəliləməsi üçün qalan şansları sarsıda biləcək hərəkətlərdən çəkinməyə çağırıblar. Onlar Buşehr Atom Elektrik Stansiyası da daxil olmaqla, mülki sənaye və enerji infrastrukturuna qarşı ehtiyatsız və qanunsuz hücumların dərhal dayandırılmasının vacibliyini vurğulayıblar. Nazirlər Atom Elektrik Stansiyasının əməkdaşlarının həyatı və sağlamlığına təhdid yaratmağın və bütün region üçün radioaktiv fəlakət riskinin qəbul edilməz olduğunu vurğulayıblar. Lavrov Atom Elektrik Stansiyasının əməkdaşlarından birinin vəfatı ilə əlaqədar başsağlığı verib.